Herkese salam, kanalıma günahınız xoş gəldiniz. Mən Asim. Bu günləri 6-cı gündür. Səhər 8-ə qalmış 10 dəqiqə falan oyandım. Bu gün qoşmuşdum saat 7-yə ki oyanıb, saat 8-də hazırlığım vardı. Mən hazırlığa vaxtında gedim yetişməyim. Çünki bu hazırlığa mən heç vaxt, yəni vaxtında getməmişəm. Nə bir yetişmişəm. Neyse bu dünkü çalmayıb ya da çalıb mən söndürmüşəm, təzədən yatmışam. Oralar yadımda deyil tam. Neyse 8-ə qalmış 10 dəqiqə oyandım. 8-ə qalmış 15 dəqiqə. O civarlar yanımda sonra rəynimi dəyişdim, kasa hazırlığa getdim falan. Ona görə səhər videonu kameradan çəkmədim. İndi hazırlıqdan çıxmışam, saat 11-ə işləyir, evə gedirəm, bir dənə yemək yeyəcəm. Yemək yeyəndən sonra da maraqlı şeylər eləyəcəyik. Hər dəfə hər videoda deyirəm maraqlı şeylər eləyəcəyik və heç nə eləmirəm. Uşaqlar, elə bilin ki, mən hazırlıqdan qayıtdım. Qayıdandan sonra etdim ki, 10-15 dəqiqə uzanım. Onsuz da mən fizik tapşırıqlarını yazmışam. Qaydalar da öyrənmişəm də. 10-15 dəqiqə uzanım, dincəlim. Ondan sonra oyanandan sonra işlərimi görərəm də nə etməliyəmsə. O uzanmaq, bu uzanmaq, mən saat 2-yə qalmış 5 dəqiqə oyandım. Bu videonu da bu dəqiqə bəlkə də bir 8-ci, 9-cu dəfə çəkirəm də. Neyse 2'ye qalmış 5 dəqiqə oyandım, tez bazar durdum. Sumkanı yığdım, çıxdım, indi hazırlığa gedirəm. Bəs indi kamera bağlayıram çünki biraz tələsik gedirəm. Yerlər falan da yaşlı. Yəni hər an ya bir suya girib ya da bir palçığa şey eləyib sürüşüb yıxıla bilərəm. Ona görə kameranı da bağlayıram. Hazırlıqdan çıxandan sonra inşallah çəkərəm. Yəni bu gün nəsib olmadı mənə heç bir hazırlığıma vaxtında getmək. Deməli, mən hazırlıqdan qayıtdım və mənim eləməli olduğum şeylər, yəni onlardır ki, bir dənə fizikadan 95 dənə impuls məsələsi var, onları yazmalıyam. Bir də informatikadan sınaq yazırdıq, hazırlıqda vaxtımı satmadan qutarmağa. Oradan səhv eləmirəmsə 9-a yaxın sualım qaldı, bir də oturub onları işləməliyəm. Onları da necə edəcəyəm? Hal-hazırda onlaynla çıxdım. Axşam saat 7-də bizim Quizcom-da yarışımız olacaq bu onlayn dərsdən. Ondan sonra bir dənə də o quizdən sonra İstanbul Guys-da nəsə bu oyun falan oynayacağıq. Mən də İstanbul Guys indiyənə kimi oynamamışam. İndi oturub onu oynayacağam, biraz məşq falan eləyərəm. Belə də ki, təmin o fizika informatikanı da axşam yazacağam da. Ona görə belə bir şey ola bilər. Bəlkə də gecə yatmalı vlog falan çəkdik, bəlkə.
neçə dəqiqəsi oynadım İstanbul qarşısı. Yəni o deyil. Mən oynaya bilmirəm ya da nə bilim, oyun doğrudan maraqsızdır. Yəni dostlarınla falan bəlkə hə, oynayarsan da indi çünki nə söhbət eləyərsiniz arxada Discordda belə oyun oynayarsınız, bəlkə maraqlı olar, amma belə hal-hazırda tək tənha yəni heç o deyildi də. Yəni 20 falan da 27 dəqiqə səhv etmirəmsə video oldu. Yəni o qədər oynadım. Heç o deyildi də. İndi yarım saatdan sonra Quiz.com-da bu sınağa girəcəyik. Görüm alınsa testləri yaza videoda çəkəcəyəm. Bu cürünə yəni maraqlı bir şey çıxacaq məncə ortaya. Müəllim canlı yayını başladı YouTube-da. 4 dəqiqə 13 saniyə, indi 12 saniyə falan. Yayın başlayacaq birazdan. Yayın başlayandan sonra kısaca nəsə izah eləyəcək bizə. Ondan sonra da nə olacaq? Bir də sən yadımdan çıxdı. Hə, girəcək şey eləyəcək. Quiz.com-dan sınav yazacağıq. Deməli, hal-hazırda başlayırıq. Başladıq yazdım, mənim qurtuluyam. Hə, nəsə başlayırıq. Başladım. Şamızdağı. Uzaq başı vuracaq Tifti qardaşlarını ölməyir. Aynaşlar hansı okean deyil. Hə, ciddi. Nəysə, birinci sualı deyir ki, hansı okean deyil. Hind var idi, yenə Hind var idi və sakit var idi. Rusiya azaldığında müəllim niyə belə eləyirsiniz ki? Siz mənə eşidirsiniz də bu ehtimalla, yəni kontrol sizi. Buna artıq müəllim azaldmışsınız, tamam. Mən o sözümdə sıfır eləmişəm. Bu arada mənə deyəsən Minxal verdi də buradan. Deyəsən Minxal verdi. Burada Hind okeanı 2 dəfə yazılmışdı. Yəni bir anda çaşdım çünki bəlkə. Və birinci yerə şaurma, ikinci yerə dönər, üçüncü yerə qutab verir müəllim. Geçən ən azından qutab alsaq yaxşıdır. Sumaqla bir yerdə. Soyuq deyil. Burada riyaziyyat şeyində okeanla əlaqədar. Hayır. Buradan çəkibdiyini açım. Cihat küpüdür. Come here baby. WhatsApp atıram qırağa. Cihat küpüdür buradadır. Bir dənə də panel açıram elə belə hər ehtimalda. İllegal da fırlanır gəzmişdir. Belə necənciyik. İkinci yəni. Man, come on. Sıralar. 63'tü. Ayzi bir kez başladı. La. Hə, sual belə deyir ki, növbəti ədəd neçədir? 8, 15, 24, 35, 48. Artımları 2 artıq deyə təşəkkür kimi artırdı. 5, 7, 9, 11, oyun 3 idi sonuncu artım. Bizdən 15-ci artım 48 plus 13 də 15 də 9, 63. Yəni onu toplayanda biraz gecikdim. Çünki toplaya bilmirəm mən. Yəni çox çətin şey eləyə bilirəm, amma toplamadı, vurmadı, çıxmadı, onları eləyə bilmirəm. Və ciddi yana görə həqiqətən eləyə bilmirəm. Yəni çətin eləyirəm, çaşıram. Yəni bilmirəm deyə. Sohbeti göstər. Burada cavabları deyirlər. Səhvdə cavabları deyirlər. Amma baxmayacağım. Niyə? Çünki biz dürüst uşağıq. Rock and roll. 4-cü oldum. 5-ci oldum. Kalbim kırılır. Hasan Məhəmməd Füzulinin əsəri. Oğlum mən nə bilim, Füzuli tanıyıram mən. Gülistani, Xəmsə Nizaminindir, bu Nizaminindir. Bəncü Badə getdik, Bəncü Badə. Kiminli qaqabı? Füzuli, Gülistani İrəm. Gülistani İrəm də gəlsən onun iddia. Tani İrəm. Füzuli qaqa sənindir bu? Gülistani İrəm Abbasqulu Abbasçıxanov. Bəncə Badə, Submit Hamsa. Uy, 840-da verdim cavabı. Burada da belə də vardı, yəni mininlə başlayır. Vaxt getdikcə bal azalır. Yazıcı Füzulinin əsərləri, mən nə bilim. Leyli Məcnun düşür Füzulinin deyil. Məncə Nizaminin idi, Leyli və Məcnun. Füzulinin demiş Leyli Məcnun. Hay. Ayzi. Nizaminin çıxdı Leyli Məcnun. Leyli yandırdım mən, Leyli. Ayzi. Alınmadı. Gələk başqa bir profil açardım, oradan da orada basardım. Ay, yəni bir sual, 1000 bal getdi. Ay, boş şeydir amma yəni. Füzuli lazımdır mənə. Mən yox, ya Füzuli yaxşı kişi olub, yox. Danışmıyorum. Və reklam görüyor YouTube'da. Bəlkə Füzuli çox yaxşı yazar olub, yəni sevirəm onu. 15-ci oldum, niyə? Aga, sıralamadan yox oldum, nə başa düşürsünüz? Hər ayda neçə gün var? 28-dir burada cavab. Hər ayda minimum 28 ay var. Yəni hər ay. Yəni sualın cavabı elə idi deyəsən. Məncə elə idi də, bilmirəm tam yadımda deyil. Hə 28 çıxdı. Hər ayda 28 gün var da ən azından. Qocaldım niyə? Bu sualları keçən il falan salmış ya müəllim. 8-ci oldum. Yox da, nə, mənə nə? Gönə versəz daha yaxşıdır. Çatmadı ya mənə. 124 dolar da yəqin ki. Amma mən sual çatmadı. Attım cavabı. Yəni yazım nəfələr tapın. 2, 3, 8, 63. Burada neysə kvadratlı böyük ehtimalına. Görək şeydə cavablarını yazıb. Şək baxardım mən söhbətdə. Müəllim canlı söhbətdə bağlayıb. Dürüstlük baxdı. Dürüstlük mənə qalıb. Yox, halansızlıq mənə qalıb. Cavab da çıxdı. 3968-nə də ola. Yəni fikirləşə bilməzdim mən buna. Amma çox adam səhv yazıb. Nəysə, yox oldu. Yenidən başladım. Propen qazı. S3H6. S3H6 hardasan? Ay kişi. S3H6'ya basın. Propan. Mən niyə bura propen yazmışam? Propan. S3H8. Burada səhv yazdı. Ayzi, mən kimlə oxuyurdum? Mən kimyanı oxuyurdum mən? Ayzi, mən kimlə oxuyurdum? Sıralamadan yəni yox oldum. Belə, necə deyim ya? 789 nəfər vardı. Yəni orada mən silindim siyahıdan bəlkə də bu dəqiqə. S3H8 imiş cavab. Hayır, mən oxuyurdum da. 2n+2 də. Panlarda yəni alkanlarda 2n+2 idi. Alkenlərdə 2n idi. S3H4, S3H6. Cavab ədədlə yazın. Ən sevdiyim, istədiyimiz qədər basa bilirik.
Neyse də vır GPT-yə çoxdur belə hal-hazırda. Mövzu üzrə olacaq. GPT davay qaqa tez ol GPT. Qaqa işdə qutar da dayda. 10 əsrə işləyir bu da belə proqramın mən. Kod yazmaq vaxtıdır. Ay cəmaət yazdı qutardı. GPT səndən gələn xeyir mənə. 3 5. Ay zibil baxdı sualıymış. 7-dən 1-ə kimi toplayıram da. 1-dən 7-yə kimi. 1 2 3 4 5 6 7 8 8 8 28. Ay zibil baxdı bir dənə sualıymış. GPT səndən gələn xeyir eləyim mən. Rədd ol oyna. Gör nə 630 aldım mən. Payda da. Amma çox da hazırda yəni şey deyiləm. Yəni boş şeydə yazırıq. İtirəcəyimiz bir qutab olsun. Burada qutab vermir yəni. Birinci yerə 25, ikinci yerə 15, üçüncü yerə də 10 manat səhv eləmirəmsə. 18-ci hansı ölkə rəsmi olaraq 2 qitədə yerləşir? Rusiya, Russian Jabra, come on maybe. Rusiya bas getdi, min xalda vurdıq. Rusiya hardasan? Bax Avropada var idin də sən. Türkiyə idi, hə deyəsən o. Türkiyə idi 2 qitədə yerləşən. Türkiyə idi 2 qitədə yerləşən, Türkiyə idi. Rusiya deyil, Türkiyə idi. Türkiyə idi, Türkiyə idi. Qəşəng, birdən də bir atalar sözü, yəni şey deyir ki, tələsən təndirə düşər. Ona görə tələsməyin heç vaxt. Türkiyə çünki prosta bir dənə deyəsəm İstanbul boğazı idi, neydi? O bir dənə Avropada yerləşirdi. Yəni Türkiyənin 1% səfərimiz Avropada yerləşirdi. Hə dediyim imza Türkiyə çıxdı elə. Türkiyənin 1% Avropada yerləşirdi, 2% Avropada yerləşirdi. Qalan 98-99% Asiyada yerləşirdi. Türkiyə çıxdı. Türkiyə rəsmi olaraq Avropada düzdür. Düzdür. Günəş sistemində necə bulanır? 8-dən. 8-dən. Plutonu çıxartdılar, şey oldu. 9 idi, Plutonu çıxartdılar 8 oldu. İnşallah elə idi. Günəş sistemi. 8 planet düz 8 planet. Pluton idi. Plutonu çıxartdılar, göz müayinləndirəm burada. Hə, düzdür. Plutonu çıxartdılar zərdən. Pluton o qədər kiçik idi ki, onu çıxartdılar. Və yazılar, Pluton 2006-cı ildə planet zərdən çıxarıldı. 16-cı yam dostum, come on. 16-cı, ən azından, yəni 17-ci deyil. Xəritədə Argentinanı göstərin. Argentina, Buenos Aires. Ay, çək şəkli burada. Submit answer. Hə, düz yerə basmışam, desən, amma oran basıb. Min xolda dostum, ha. Ya, Buenos Aires'də başa düşürsünüz, Messi. Düzdür, Braziliyacıymış, amma Argentina'da, yəni. Saçı Braziliya seçsəydim birinci. Braziliya, Argentina, düz bilmişəm. Müəllim deyəsən Messi fanadır, ya. Sohbeti göstər, yazaq bir dənə, acı deyil. Müəllim, Messi fanatısız, göndər getsin. Aha, sırf Messi'yə görə Argentina seçmişəm. Oh my goodness, man. Kimsə Yanına göranlar var. Braziliyanı, Meksikanı və s. seçənlər də var. Təxmini tutudurublar ki, yəqin buralar var. Kantina bölüm müəllim. Acı indi saat çəkə bilərdi. Oy, 14 idi onu seçər. Argentina deyə seçdim şimdi Şükürzadə. Rusiyanı seçən var. 14 idi onu seçən var. Amerikaya daha çox odaklananlar var, amma təbii ki burada 14-cü il. Bəli, 16-dan çıxdıq 14-ə. Oy, cəmaatın 9000 xalı zad var. Al bu gün yıxalım var. İlk insanın kosmosa getdiyi il. İlk insanın kosmosa getdiyi il. 1961. 9 sesini çikolata bastım. Yuri Gagarin. 12 aprel 1961. Yuri Gagarin. Vostok 1. 108 dəqiqə. Nəticədə də o yer ətrafında tam orbiti tamamlayan ilk insan oldu. Bunu da əsla mən Xromdan oxumadım ha, yəni öz bildiklərim əsasında şeylərim dedim. Əmin ola bilərsən. İnan mənə. Nə? Xrom, səndən dönə xeyri 1957 nədir? Hamı Xromdan Yuri Gagarin 1961-i görüb o yazır. Hamı səhv yazır. Şəkildəki hansı canlıdır? Şəkil hanı? İguana, kərtən... Şəklini pikseliyə verin, Müsay müəllim, mırtdaşırsınız biz yine. Timsah, kərtənkələ ola bilər. yavaş-yavaş açılır, yavaş-yavaş. Müəllim, are you kidding me, müəllim? Bu nədir? Mən piksel verirəm, mən nə bilə bilərəm nədir bu? 900 xaldır, tısbağadır bu. Görürsən, direkt açılır. Hamıdan var, eyni formadasıdır. Tikanları var. Kərtənkələ sən qaqa sən. İguana. Qaqa, iguanasan. Kərtənkələdən niyə 2 dənə var? Biri geç kodu, biri dizartdı. Qaqa, iguana yazdım. Iguana kimdir görüm? Iguana haraydı? İguana. Hə, düz bilmişəm, iguana deyəsən. Iguana nədir? Ha, iguana. Tipidir, Allah sən gör ki, əsəbləşirəm. 16-cı yılmıdımı? Titanic rejissor kimdir? Christopher Nolan. Titanic Christopher Nolan deyəsən, hə? Titanic filmi. Titanic'in rejissoru. Burada bilməsən var ki, onun ən çox onu sevirəm burada ki, bu sürət Christopher Nolan. Sadəcə yox, sürət tapmaq lazımdır. O zaman süni intellektlə və s. işləyənlər, yəni James Cameron kimdir? O boyda Christopher Nolansan. Qaqa, gedib o boyda Oppenheimer'da o eləməmişdi. Qaqa, gedib o boyda Batman zat çəkəsən. Gəlib bir də Titanic'i verəsən, başqasına o çəksin. Götür çək də bu zibili də. James Cameron kimdir ala? Cameron imiş özdə. Titanic yox. Baxmamışam, özümə gələ yana baxmasansa. 20-ci oldun dostlar. Yes. Həmən yoxam bu dəqiqəyə. filmlərdən də biri də var da. 2096-cı il uzun ildirsə 2100. Çox qəşəng sualdır. Burada məncə ilk 10-luda bayağı bir Gözləyin. Çünki 2096 uzun ildirsə 366 gün söhbət olacaq böyük ehtimalla 4-ə bölünən ildə. Çünki 4-ə bölünürsə 366-dır. Yəqin ki 2100 olar da ondan mən kompüterimdən gəlməmiş. süni intellektdən indilər. Hə. Sağ olsun, başa yaman yaxşı cədə başı.
Burada ne diyeceksin? Her şey böyle yok. Niye 2104 niye? Başladı. Patemo da kimdi? Ne alaka ne var burada? Ülke bölümü. Deməli burada bəli bir 2104 benim doğru düzə bölümü. 2104'tü. O yüzü bir homo səhv yazıb. Gördüğünüz gibi ben bilirdim ki çok bunu səhv 2100. yıl uzun il değil. Çünkü 100'e bölünse de 400'e bölünmeli. 100 illik illerde farklı yanaşma var. Yani her 4 ilden biri olsa da 100 illiklere ait değil bu. 100 illikler 2100 olur. Yəni 3 bacının hər birinin bir qardaşı var. Sadəcə neçə uşaq var? Yəqin ki 4 uşaq olacaq da. Çünki 3 dənə bacıdsa bir qardaş var. Səmi bir dənə uşaqdır. Şart odur. Dünyada sırasına görə ən böyük ada Grenlandiya. Grenlandiyada səhv Yani yazıb. İngilizce düz değildi. Ben fikir vermedim ki. Grenlandiya. Müəllim burada şurayı çıxardaram amma. Yox. Oldu mu? Siyahı da. 25-ci oldum. Ha, Two Sisters yazdım orada. Asım bir yok oldu videosu ya. Bir burada getdi 912 qaldı. Mana da şükür, mana da şükür. Əslində bu ateizm tutar deyə. Uşaqlar deyirəm ki, bəs uşaqlar bu ailələr niyə uşaqlar mükəmməl bəs çətin bizdə bizim böyük qardaşımız otursun ailəmiz. Ya burada mümkün deyil, süni intellektlə mümkün deyil burada yaşamaq çünki çox sürətli axır. Yəni ortalama olaraq amma yəqin ki yenə də ilk ona girer çünki istərsəniz burada da cəld cavab verib səhv alanlar olacaq deyə səhv cavablayanlar olacaq deyə düşünürəm ki, ən sonunda ortalama olaraq yaxın olar amma tam olaraq inanmıram. 23-cüyəm. Yes. Kopilotla da inanmıram, çətin amma yoxlamaq olar. Ajan modu ilə bəlkə də indi də bilmirəm. Bastım 20'ye. Ücə yəni tamamilə deməyəm oynayıram. Onsuz da bu dəqiqə 10'luğa belə girə bilmərəm. Hətta direkt 20'yə falan belə girə bilmərəm bu dəqiqə. Tamamilə paptuda basıram getsin. Mixallıqda. Bu sual keçən il var idi amma. O yüzden bunu da yazdım. Bizim yəqin ki boşluq vəsaitə önünə qoymaq olmaz. Yoxsa? Boşluğa deyək, boşluq sanki. Keçən il Boşluq var idi. boşluq olmaz. Bu suallar. Bunu da yazdım. Ara qızışdırım biraz, ara qatım biraz. Özümü də bilməmişəm, özümü yetirtməmişəm, biraz ara qatım. 16-cıyam. Bunu bilirəm. Hansı ölkə dünyadan çox dilə sahibdir? Gördüm, bunu bilirəm. Papua Yeni Gvineya. Papua Yeni Gvineya da çünki müxtəlif adalar falan orada nəsə o tip bir şeydir yəni. 50 neçəyə yaxın orada dil falan var isə bilmirəmsə. Papua Yeni Gvineya. Bunu yəni dünya yarışı, dünya yarışı da var amma hal-hazırda 26-cı, 16-cıyam. 850 bu mən daha şey bilirdim. Salamaya bax görək kimdir birinci yerdə? Nəsə bunu bağlayıram da burada. Sən bu qəsdə açaram. Deməli, hal-hazırda saçıma çox fikir vermir. Saat 1-ə işləyir 8 dəqiqə. İnformatikanı yazdım, bitirdim. Hal-hazırda fizikanı yazıram və İstanbul qarşısı oynadıq. Səhv eləmirəmsə bir dəfə birinci ola bildim. O da bir baba team qurmuşduq. Yəni komanda ilə olduq. Maraqlı idi. Yam. Belə, indi hal-hazırda fizika yazıram. Uşaqlar, deməli, hal-hazırda fizikanı çox hissəsini yazdım, qutardım. Təqribi 20'ye yaxın sual qaldı. Onlar da sabahları durub yazaram. Amma sabahları ücə yazanda yeni bir videoya başlamış olacağım deyə bu videonu burada bitirəm. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. İnşallah sabahları çəkərəm video. Çünki sabah doğrudan maraqlı şeylər eləyəcəm. Ağlımda maraqlı ideyalar var. Ona görə abunə olun, izləmədə qalın. Instagramdan da bura qoyuram. Takip eləsəz sevinərəm. Hər şey salam, kanalıma videomuz xoş gəldiniz. Mən Asim. Hal-hazırda bazar günüdür, saat 11-dir. Mənim də hazırlığım 11-də başlayır. Hazırlığa gecikirəm yenə. Amma yəni bəxtim nəticə gətirir. Hazırlıqlarla aramda bir 5 dəqiqəlik falan məsafə var yenə. Geciksəm belə bir çata bilirəm də. Bu da ilk gün gecikmişəm. Oyunları saat 8'e işləmişdim. 8'e qalmışdı. Oyandım. Sonra yattım ki 9'sun falan oynaram da. Bu bir saatte yattım. Yattım ama uyanmadım. Saat 11'e işləmiş uyandım. Fizikadan 20 dənə tapşırıq falan qalmışdı. Yazmamışdım dünən gecədə. Dedim ki onları yazım. Nədən onları yazım. Onlar da yəni niyə yazdım? Çünki 11'dən biri informatikadır, 1'dən 3'e fizikadır. Yəni aralarında fasilə yoxdur. Birbaşa hazırlıq başlayır. İnformatikadan yəni fizikaya necə satacağım onu da bilmirəm. Nəysə durdum fizikanı yazdım. İndi çıxmışam evdən gedirəm şeyə. İnformatikaya. İnformatikanı dünənləri eləmişdim. İnformatikanın tapşırığı az idi. Bugün üçün maraqlı ağlımda şeylər var, onları eləyəcəyik. Yəni ümumiyyətlə çalışacağam belə eləyim ki, ilk 6 gün, həftənin ilk 6 günü də nə bilim, nə dərs falan varsa hamısını eləyim. Bazar günü bir dənə hazırlığım var da, normalda 11-dən birə fizika, yəni bir dəfəlik bazar günü salıb da. Bütün belə 6 gün nə dərs varsa eləyim. Bazar günü heç nə salmayacağam, bazar günü heç nə eləməyəcəm də. Sadəcə şey, adı neydi? 6 gün ərzində skript yazacağam və həmin o skriptləri bazar günü çəkəcəyəm. Mən bir də işi dəqiqləşdirmişəm, yəni nə eləməliyəm falan. Yəni əsas demin 5 fənni. 5 fənn yoxdur əslində, blok fənlərindən. Riyaziyyat, fizika, informatika. Onsuz hazırlıqlara gedirəm falan. Yəni bir də daha yolsa uçurdu. Demin 3 fənli blok fənləri, riyaziyyat, fizika, informatika. Onsuz hazırlıqlara gedirəm. Yəni tək işim hazırlıqları
normal oxumaqdır da, normal oxudum. Ondan sonra qalır Azərbaycan dili, ingilis dili. Azərbaycan dili üçün onsuz hazırlığa gedəcəyəm yanvardan səhv eləmirəmsə. Qalır ingilis dili. İngilis dili də dimin ingilis dilisini qoyuram bir qırağa. Çünki dimin ingilis dilisi yəni o qədər də çətin bir şey deyil də. Əsas mənim istədiyim IELTS SAT hazırlaşmaqdır. Onun üçün də birinci mən ingilis dilimi bir səviyyə gətirməliyəm ki, SAT IELTS-ə başlayım. Yəni bu ilin sonuna kimi IELTS-ə toxunmayacağam da, sadəcə SAT. Yəni ingilis dilimi müəyyən bir səviyyə gətirim, ən azından B2-yə çatım. Ondan sonra SAT-in riyaziyyatına falan da başlayacağım ki, gələn ildən, yəni yaydan da həm IELTS həm SAT. Sonra bir də Python öyrənmək. Yəni onu öyrənməliyəm. Uşaqlar, deməli hal-hazırda hazırlıqdan çıxdım, evə gedirəm. Və mənim bir şey indi yadıma düşdü ki, mənim sən demə bu günləri saat 4-dən 7-yə kimi onlayn hazırlığım var imiş. Nəysə, qısaca bu günləri gedib 4-ə kimi bir dənə yemək yeməliyəm. Ondan sonra da onlayn başlayacaq, onlayn girməliyəm. Saat 7-dən sonra da bu onlayn dərsdə müəllim şahmat turniri eləyəcək. Bilmirəm, yəni bəlkə o turnirə qoşularam, bəlkə qoşulmaram, yəni çox da bilmirəm. Düzələr yəqin ki. Ondan sonra da başqa bilmirəm nə edərəm. Sabahları hazırlığım yox idi, hə düzdür, yox idi. Yəni bilmirəm, evə gedim bir dənə yemək yeyim, acam. Səhərdən heç nə yeməmişəm. Ona görə benim günəsə yeyim. Saat hal-hazırda 7:24 dəqiqə və biz hələ də onlayn dərsdəyik. Bu gün bazar gündür, düzdür, amma birinci gündən sonra məktəb var, düzdür. Oh my goodness, man. Nəysə, bu günləri tez yatmalıyam, məcburam. Nəysə də, dərs qutarar birazdan və şahmat turniri olacaq. Bilmirəm, ona qoşularam, yoxsa qoşulmaram da. Amma bu ehtimalla qoşularam və tez bazar uduzacağıma görə, çox da güclü şahmat oynayamıram. Uduzacağıma görə, yəni işim tez qutarar mən böyük ehtimalla orada, amma maraqlılar da qoşularam böyük ehtimalla. Bir yandan da video editləməliyəm. Dünənin videosunu editləyərəm. Hal-hazırda saat 7-yə qalır 11 dəqiqə və bizim dərsimiz bitdi. İndi bu şahmat şeysi başlayacaq. Şahmat turnuvasıdır, turnamentidir, yarışıdır, nə idisə də. O başlayacaq. Yuxumu gəlir, yatmaq istəyirəm. Bu şahmat şeyi qutarsın. Ondan sonra dünənin videosunu da editləyim. Bugünün videosunu da editləyim. Ondan sonra da ki, bəlkə çox bəlkə etdim. Dünənin videosunu indi tez bazar editləyim, paylaşım. Bunu da sabahlar səhər paylaşım. Sabah da bir video çəkərəm. Hər gün video çəkəcəyəm, çalışacağım, hər gün video çəkeyim. Yəni bayaqları yolda danışdım sizə. Gün ərzində falan, yəni eləməli olduğum şeyləri dedim sizə. Bir də onlardan əlavə əsas belə istədiyim şey hər gün YouTube'a video atmaqdır. Nə videosu? Yəni gündəlik vlog da. Hər gün bir dənə uzun vlog o cürünə atmaq istəyirəm. Minimum 15 dəqiqə falan. Ondan əlavə də TikTok'a, Instagram'a da gündə ən az bir dənə qısa video atmaq istəyirəm. Bu, yəni bir skripti hekayəsi ola bilər, ya da nə bilim, əvvəl atdığım kimi üstünə yazırsan falan, ses olur, sesi deyirsən. Yəni o cürünə bir şey ola bilər. Yəni istəyirəm. Ondan sonra hal-hazırda IELTS SAT falan, yəni şeyləməyəcəyəm. Əsasən bu dəqiqə general ingilis dilidə, yəni general English əsasən ingilis dilini inkişaf elətdirmək istəyirəm ki, müəyyən bir səviyyə çatım ingilis dilindən. Ondan sonra keçim SAT IELTS hazırlaşmaq. Yəni müəyyən bir səviyyə çatandan sonra yay başlayana kimi SAT hazırlaşacağam. Ondan sonra yayda isə IELTS SAT ikisini paralel aparmağa çalışacağam. Çünki gələn il imtahandır da. Python'u öyrənmək istəyirəm. Yəni yay başlayana kimi Python'da müəyyən bir səviyyə gələ bilsəm yaxşı olar. Çünki gələn il Rufonun informatikasından imtahan vermək istəyirəm. Yəni bu il də onsuz verəcəyəm. Sadəcə bu il nə Rufon informatikasında, nə riyaziyyatında çox da belə medal iddiam yoxdur da. Amma gələn il məsəl üçün istəyirəm ki, informatikadan bir nailiyyət falan əldə edeyim ki, ən azından imtahansız banım olsun, adı olsun, universitetlərə qəbul olmaq olur da o olimpiyatları sayəsində. Ona görə yəni Python'u öyrənmək istəyirəm. Deməli hal-hazırda 9:25 dəqiqə oynayırıq şahmatı və hal-hazırda 5 xalım var, 12-ciyəm. Bundan sonra nə olacaq bilmirəm. Oyun gedir deyənə bu dəqiqə çox belə
danışa bilmirəm. Belə yaxşı başladım oynama. Yəni vəzirlə demək olar qardaşın sağ tərəfini təmiz məhv elədim. Yoxdur bu dəqiqə. Kullanıcı söhbət etmək istiyor. Eləyək də qardaşca. Nəysə burada nə edə bilərəm görürsən. Nəsə bunu başa buraxıram, atla gedirəm. Nəsə indi kameraya bağlayıram. Belə işlər. Birazdan açaram təzədən. Və videoda editləyə bilmədimi? Yadımdan çıxdı təmiz. Hələ videomu burada qutaram. Bu günləri dərs falan eləmədimsə, yox səhər elədim, amma səhər elədim, səhər elədim. Bir dəqiqə günləri qarışdırdım bir-birinə. Amma onu çəkməmişdim. Çünki çox tələsi eləyirdim. Hazırlığa gecikməmək üçün falan da bir dənə zülüm çəkdim. Bu günləri şahmatda qutardı. Yəni silindim o siyahıdan bildiyinizdə. Yəni yox idim. 10 neçənci oldum səhv eləmirəmsəm. Amma maraqlı idi. Bundan sonra pro olacağam, şahmat öyrənəcəyəm. Təzə bir şey tapdıq özümüzə. Nəysə, zərafət bir qırağa. Videonu burada bitirəm. Sabahçı videoda görüşənə qədər özünüzə yaxşı baxın, sağ olun və salamat qalın. Deməli, hal-hazırda saat 8-ə qalır 20 dəqiqə. Gedəcəyəm məktəbə tez bazar. Videonu burada bağlayıram və bir də məktəbdən qayıdandan sonra açaram kameranı. Bu günləri maraqlı şeylər eləyəcəyim şeylərin hamısını bir vərəqə yazmışam. Evə qayıdandan sonra oxuyaram. Deməli, hal-hazırda evə gəlmişəm. Timonun 7-ci sinifi səhv eləmirəmsə Zipgrade-də olmalıydı. Yəni girib onu işləməliyəm hal-hazırda. Yəni yadımda deyil 7-ci sinif idi, amma bilirəm ki, yəni Zipgrade-də bizim bir tapşırığımız var. Girib hal-hazırda onu işləməliyəm. Onu işləyib qutarandan sonra da riyaziyyatla fiskan yazaram. İndi tam alınmır. Bir təqribən bu Zipgrade-i bitirəndən sonra bu gün nə etməliyəm onları deyərəm. Deməli, hal-hazırda saat 4-ə qalır 23 dəqiqə. Mən Zipgrade-i indi işləyib bitirdim və eləməli olduğum şeylər var, onları deyim. Dünən bir də ondan əvvəlki gün vloglar seçmişdim. Onların ikisini montajlayacağım, paylaşacağım. Elə ikisini bir videoda montajlayacağım, yəni eyni videoda eləyəcəyəm. Sonrasında ümumi ingilis dilidə, yəni hal-hazırda bundan əvvəlki o didirəmək, o video orada izah eləmişəm. Əsas məqsədim yəni sadəcə hal-hazırda söz bazasını genişləndirmək və danışığı səlisləşdirmək, onun əlavədə reading, writing, listening, onları da təkmilləşdirmək. Ondan sonra riyaziyyatdan sabahları hazırlığım var, onun tapşırıqlarını yazmalıyam. 3-cü gün fizikadan hazırlıq tapşırıqlarım var, oturub onları yazmalıyam. Məntiq var idi, yəni bu Zipgrade, onu işlədim. Ondan sonra video çəkməliyəm, bunu hal-hazırda çəkirəm. Kitab oxumalıyam, onu axşam yatanda eləyəcəyəm. Yəni hər gün çalışacağam ki, yatmamışdan öncə ən azından bir yarım saat falan kitab oxuyum. Çünki kitab oxumaq yaxşıdır da, baxış açısı deyir, türklər, düşünmə bucağı, görmə bucağı, onu dəyişir də biraz kitab oxumaq. Ona görə siz də oxuyun, yaxşı bir şeydir. Ziyanı olmaz da ehtimaldan sizə. Ziyanı olmaz da, oxuyun bekarsızsa. Bekar deyilsizsə də oxuyun. Ondan sonra bir də idman eləmək. Niyə? Çünki sağlamlıqdır. Zərfət edirəm bu arada, sağlamlıq üçün falan eləmirəm. Prosta hamı edirəm, mən də edeyim o qədər. İndi oturub şey eləməliyəm. Bir video var, onu seçməliyəm. Onu çəkim, ondan sonra editləyim, ondan sonra paylaşım. Bitsin, ondan sonra keçəcəm riyaziyyatı yazım, fiskanı yazım. Ondan sonra bu videoları dünən bir də ondan əvvəlki günün daha doğrusu o videoları editləyim, paylaşım. Ondan sonrasında mən bilirəm. General İngilisdir. Əsas ümumi İngilisdir. General English. Nəysə, gedim indi həmin videonu çəkim. Uşaqlar, deməli hal-hazırda saat 5-ə qalır 7 dəqiqə. Mən çəkməli olduğum videonu çəkdim, editlədim, paylaşdım. İndi isə biraz kitab, doğrusu nəysə ipucu verdim, demək olar, ağzımdan qaçdı. Çəkdiyim video haqqında bir məlumat verim sizə. Bir dostumuz keçən gün mənə yazmış ki, mənim bir kitabım var və bu kitabı daha çox abituriyentin qabağına çıxmasını istəyirəm. Kitabın adı 32 addımda buraxılışdan uğurdur. Kitabla maraqlanırsınızsa 055 817 54 42 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Əzbərim güclü deyil, burada rəqəmləri yazmışam, oradan oxudum. Kitab mənim fikrimcə həqiqətən qəşəng kitabıdır. Yəni içində yazılan şeylərin sizə həqiqətən də bir xeyri dəyər.
eləyə bilər. Ona görə istəsəz dediyim kimi 055 817 54 42 nömrəsindən əlaqə saxlaya bilərsiniz. İndi isə mən keçirəm fizikana ya da riyaziyyata. Bu ehtimalən riyaziyyat yazmaq. Çünki riyaziyyat hazırlığım sabahdır. Riyaziyyat bitirən kimi də gedib fizikanı yazaram.
Uşaqlar, riyaziyyatda işləmək istəyirəm, amma doğrudan bu dəqiqə heç gedmirdi. Yəni başım belə təmiz doludur. Və mövzu da trigonometriya deyilən, ümumiyyətlə getmir. Məcbur riyaziyyatı saxlayacağam sabaha, sabahları yazaram. Fizikada indi bir dənə Yusiflə gedirəm. Toplar var, topları bir dənə doldurarıq. Ondan sonra bəlkə bir maksimum yarım saat falan oyunla söhbət edəndən sonra evə gələrəm. Ondan sonra başlayıram fizika yazmağa. Fizika yazıb qutarandan sonra fizika olsun rahat olacaq da. Yəni o qədər çətin bir mövzu deyil. Tapşırıq çoxdur, amma mövzu o qədər çətin deyil. Yəni fizikanı biraz tez qutararam. Ondan sonra artıq videonu editləyəcəyəm. Bu iki dənə bu videonu yox da, bu videonu sabahları editləyəcəyəm. Bu iki dənə videonu editləyib paylaşacağam. Plus ağlımda bir dənə də video var. Görüm alınsa, yəni TikTokluqda alınsa onu da hazırlayacağam və bilmirəm, vəsə. Yəni eləməli olduğum şeylər qurtarır. İdmandakı indiki bu idman, yəni yarım saat, yəni boş bir şey işləməyəcəkdir, futbol oynayacağıq və o da idman sayılır bir növ. Belə işlər. İndi kamera bağlayıram, gedim bir dənə tez bazar yemək yeyim, ondan sonra gedəcəm Yusifgilə. Nəysə, hal-hazırda Yusiflə görüşdük. Görünmür ki Yusif. Burdat da. Belə işlər. Nəysə, indi bu topları götürdük, gedirik doldurmağa. Yoruldum, ağırdı toplar. Sonrasında bunları doldurandan sonra qayıtacağım fizika yazmağa. Uşaqlar, deməli belə hazırda saat 9-un yaşlıdır. Biz yəni evə indi gəldim. Topları yəni bir dənə yudum, qoydum evə. İndi oturub fizika yazıram. 1 saat vaxtım var. Onun yarısı başlayır da dərsimiz. Yəni vaxta qədər fizikanı qurtarmalıyam. Oturaq fizika yazaq. Uşaqlar, hal-hazırda bu videonu editləyəndə bir qərar aldım ki, bu videonu da qatıram bu birisi vloqların içinə. 3 günün vloqunu birdən paylaşıram, yəni bir video kimi paylaşıram. Ona görə bu videonu burada bitirirəm. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Sabahki videoda görüşərik.